Başqa həqiqət odur ki, doğrudan da Azərbaycan prezidenti Cənab İlham Əliyevin Tramp tərəfindən və Əs-Sisi tərəfindən bu tədbirə, bu sammitə dəvət alması özü heç bir halda təsadüfi deyil. Yox, aydındır. Təsəvvür edin ki, bu böhranla, daha doğrusu Ərəb-İsrail münaqişəsi ilə və konkret halda indi Həmasla İsrailin bu müharibəsi ilə bağlı BMT və hətta siz dediniz də 60-cı illərdən bəri nə qədər qətnamələr, sayısı hesabsız qətnamələr qəbul edib. Həmin BMT-nin baş məclisinin 193 dövləti var. Bu tədbirə təxminən 20 siyasi lider qatılmışdı. Və belə olan vəziyyətdə 193 dövlətin təmsil olduğu bir təşkilatdan 120 dövlət iştirak edir. Avropa İttifaqının 27 dövləti var və siz baxın da 4-5 dövlətin liderini görə bilərsiniz. Ərəb dövlətləri liqasında 22 dövlət var. Bəli. Fikir verirsiniz, kiçik bir qismi orada iştirak edir. Deməli, müsəlman ölkələrinin təmsil olunan təşkilatda isə oranın da siz baxsanız yenə də çox az miqdarda ölkə təmsil olunur. Bu da postsovet məkanından, gələcək postsovet məkanından. Yox, başqa şey deyirəm. Postsovet məkanından Azərbaycan və Ermənistan liderlər təmsil olunur. Azərbaycan prezidenti Cənab İlham Əliyevin bu Şarm-el-Şeyx sammitinə dəvət edilməsi nəyin təsdiqidir? Onun təsdiqidir ki, yəni dünyanın ən qəliz, ən mürəkkəb problemlərinin birini həll etmək və sülhə nail olmaq üçün toplaşıblar. Azərbaycan bu toplaşıblar və bunun nəticələri necə olacaq hələ bu perspektiv məsələsidir. Amma fakt odur ki, Azərbaycan prezidenti Cənab İlham Əliyev Ermənistan-Azərbaycan arasında bu illərdir, 30 ildir davam edən münaqişəyə son qoya bildi və tarixi yazdı, ərazi bütövlüyünü təmin etdi və Birləşmiş Ştatların fövqəli dövlətin prezidenti Ağrıda qeyd etdi ki, siz güclü prezidentsiz, siz ağıllı prezidentsiz və sizinlə dostluqdan mən məmnunam və bu deməli dövlətimizin başçısı haqqında yüksək fikirləri ifadə etdi. Və bu nöqteyi nəzərdən bəli, bir münaqişələrin, konfliktlərin həllinin Azərbaycan modeli var. Modeli var və işlək modeldir və bunu görürlər. Və bu baxımdan Azərbaycan dövlət başçısının haqqıdır ki, bu tədbirə qatılmaq. Həm də bilirsiniz, bu tədbir çərçivəsində baxsanız, dövlətimizin başçısının iştirakçı dövlətlərin, həmin o toplanan dövlətlərin hər birinin lideri ilə münasibətləri çox müsbətdir. Dövlətimizin başçısına çox bir etimadı var. Hətta iş oraya gəlib çatıb ki, Fransa prezidenti Emmanuel Macron da gecə-gündüz anti-Azərbaycan işlərlə məşğul idi. Dövlətimizə qarşı cürbəcür addımlar atırdı. Artıq kadrlardan da görürsünüz, Azərbaycan prezidenti ilə necə görüşmək istəyir və necə komplimentlər deyir, necə səmimi bir ovqat formalaşdırmaq istəyir. Bunlar hamısı faktdır və bunlar hamısı həqiqətdir. Haqlısınız. Və həm də bilirsiniz, SSR dağıldı. SSR dağıldıqdan sonra bir postsovet məkanı deyilən bir məkan var. Belə bir ifadə var. Postsovet məkanında təsəvvür edin nə qədər dövlətlər var və onların içərisində məhz Azərbaycan dövləti və Ermənistan dövləti bu tədbirə dəvət alıb. Yəni, artıq bunun başqa bir mənası da məlum ondadır ki, indi biz 2026-cı ilə çox böyük ümidlərlə baxırıq. Və siz fikir verirsiniz, artıq hər belə tədbirlərdə Azərbaycan və Ermənistan siyasi liderləri görüşürlər, təmaslar qururlar. Bəli. Yəni artıq elə vəziyyət yaranır ki, 2026-cı ilin 9-dan da sülh ili olacağına heç kimdə daha şübhə qalmır. Belə görüşlər və Şarm-el-Şeyx görüşünün deyə bilərsiniz ki, Qarabağ tənzimi, daha doğrusu Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalanmasında nə aidiyyəti var, nə dəxli var? Dəxli var. Dəxli var. Çünki Birləşmiş Ştatlar bu sülh müqaviləsi imzalanması ilə bağlı prosesdə bir qarant dövlət kimi çıxış eləyir. Və nəticədə, bax, yenə də Şarm-el-Şeyxdə, yenə də bir yerdə, Kopenhagendə bir yerdə danışdılar, müzakirələr, söhbətlər və bu intensiv əlaqələr nəticə etibarilə 2026-cı ildə sülh müqaviləsi imzalanması üçün unikal imkanlar pəncərəsi açır. Və bu baxımdan da çox əhəmiyyətlidir.